Əgər siz 100-dən artıq qara və qırmızı qarışqanı bir şüşə balona qoysaz, heç bir şey baş verməz. Amma o balonu götürüb sirkələsək, onlar bir-birini öldürməyə başlayacaq. Qaralar düşünəcək ki, qırmızılar günahkardır, qırmızılar isə qaraları günahkar biləcək. Əslində düşmən nə qara, nə də qırmızıdır. Düşmən balonu sirkələyən insandır. Sadəcə qarışqalar bunun fərqində deyil. Onlar rəngə görə hərəkət edirlər. Qara qırmızını, qırmızı isə qaranı öldürür. Eyni şeylər bizim cəmiyyətdə də baş verir. Sağdaşlar soldaşlara qarşı, kasıblar varlılara qarşı, şəhərlilər kəndlilərə qarşı, cavanlar qocalara qarşı, xanımlar bəylərə qarşı. Buna çox misal gətirmək olar. Dostlar, sizə bir məsləhətim var. Hansısa bir konfliktə girməmişdən öncə məsələni aid eləyək. İlk öncə biz bir-birimizdən soruşmalıyıq. Görəsən balonu kim sirkələyib? Əsas səbəbkar balonu sirkələyəndir. Hər birinizə uğurlar.